Salam millət, xoş gördük. Bu videonun mövzusu BIAS olacaq. BIAS marketdə hədəfin istiqamətini təyin edir. Yəni biz əməliyyat asan zamanı gün ərzində marketin istiqamətini biləcəyik. BIAS-ı başa düşən trader artıq uğurlu olmağa bir addım öndədir. Yəni market daxili likvidlikdən öz enerjisini yığır, yanacağını götürür, sonra gedir xarici likvidliyə. Xarici likvidlikdən də eyni ilə enerjisini bitirir və enerji yığmaq üçün daxili likvidliyə hədəfləyir. Sorun nədir? Burada gördüyünüz kimi swing bölgələr. Amma hansı swing bölgələr? HTF-də, yəni High Time Frame-də bu ola bilər, saatli qrafik ola bilər, 4 saatli qrafik ola bilər, yəni yuxarı zaman dilimi. Günlük ola bilər, həftəli ola bilər, irəli isə HTF-nin daxil likvidliyi, yəni FVC nöqtəsi. Burada sırf FVC-dən ibarət deyil. Baxın, burada gördüyünüz kimi nə var? RL alındıqdan sonra burada RL alınıb, market nə edib artıq irəliyə gedib. İrəli nədir? Buradakı olan FVC. Buranı test edəndən sonra market yenə də RL-yə gedəcək.